Salam, hər vaxtınız xeyir olsun. Davam edirik. Trial 7 ilə birincidə oxuyub main idea, əsas ideyanı müəyyənləşdirəcəyik. In 1886, Van Gogh moved to Paris, hoping to learn more about the color techniques being used by Impressionist artists there. 1886-cı ildə Van Gogh həmin dövrün rəssamlarının istifadə etdiyi rəng texnikalarını öyrənmək məqsədi ilə Parisə köçür. Instead of grays and browns, his works began to emphasize his blue and red, then yellow and orange. Qəhvəyi və boz rəng əvəzinə onun əsərlərində qırmızı, mavi, daha sonra sarı və qəhvəyi rənglər vurğulanmağa başladı. Onun əsərləri, yəni bu rəngləri vurğulamaya başladı. Soon he began to see life differently. Tezliklə həyatı fərqli görməyə başlayır. Go slow, stop thinking, look around. Yavaşla, düşünməyi dayandır və ətrafına bax. You'll see something beautiful if you open yourself. Əgər özünü kəşf etsən, bu zaman gözəl bir şeylər görəcəksən. These were the principles that guided his art. Bu prinsiplər onun əsərlərində bələdçi rolunu oynadı. Yəni, onun əsərlərində bələdçi rolunu oynayan bir prinsiplər idi. Bütün bunların hamısı. With his innovative color combination, Van Gogh wanted to show others how to better appreciate a flower, the night sky, or a person's life. Bu yenilikçi rənglərin kombinasiyası ilə Van Gogh digərlərinə göstərmək istəyirdi. Yəni, qaranlıq gecəni, səmanı, gülləri və ya bir insanın özünü daha yaxşı necə dəyərləndirmək olar, necə qiymətləndirmək olar, bunu göstərmək istəyirdi. Deməli, cümlədə mənfi bir şey rast gəldikmi? Xeyr. O zaman cümlələrdə adətən biz müsbət fikirlərə köklənəcəyik. A variantında Van Gogh was unhappy working with the painters in Holland. Unhappy ifadəsi, yəni o özünü deyək ki, pis, bədbəxt hiss edirdi və s. Var idimi mənfi bir şey? Pəsicimizdə mənfi olmadığına görə atacağıq. Məsələn, B variantını hələ saxlayıram. C variantında da baxın, less successful deyir. Yəni, less mənfini ifadə edir. Gəlin bunda ataq. Çünki bizdə əsərdə mənfi bir şey yoxdur. E variantında unproductive ifadəsi, qeyri-məhsuldar. Axı, mətndə elə bir şey yoxdur. Bizə müsbət fikirlər lazımdır. Ona görə ya B ya da D variantı olacaqdır. B variantında nə deyir? Van Gogh's move to Paris changed his attitude towards art. Van Gogh'un Parisə getməsi onun incəsənətə olan meylini, münasibətini dəyişmiş oldu. Nə deyirdi? Əlbəttə ki, dəyişdi. Deyir ki, tezliklə onun düşüncələri dəyişdi, fərqli düşünməyə, baxmağa başlayır, asta hərəkət elə, düşünməyə dayandır, ətrafına bax, gözəllikləri dəyərləndir və s. O zaman B variantını doğru götürə biləcəyik. D variantı deyir ki, onun şəkilləri Parisdə məşhurdur. Bəlkə də məşhur ola bilər, amma bu haqda bizə məlumat verilməmişdir. 2-yə gəldikdə isə deməli cümləni tamamlayacağıq bağlayıcılarla. Vincent van Gogh never explained why he injured himself. Van Gogh deyir, heç vaxt izah edə bilmədi ki, nə üçün o özünə ziyan verir. Why-dan məncə davam edə bilərik. Və ya how injured himself, özünə necə zərər verdiyini izah edə bilmədi. When he injured himself, nə vaxtı və harada. Yaxşı, bunların hamısını saxlayaq. Onu ikinci tərəfə keçək. Digər tərəfə gəldikdə isə however ifadəsini qoya bilmirəm. Niyə? However hər iki tərəfdə durğu işarəsi istəyir. Yəni, burada nöqtəli vergül, burada da vergül olmalıdır. Ona görə ikinci tərəfdə however olan ifadələri ataq. Nonetheless da yenə eyni qayda, iki tərəfdə də durğu istəyir. Ona görə B, C variantımız gedir. Digər tərəfə gəldikdə isə and yoxsa but və ya yetlə geri dönüş edə bilərik. But by now, ancaq indi, many were convinced that, ancaq indi bir çoxları əmindir ki, he was crazy. Bir çoxları əmin idi ki, o dəlidir. Yaxşı, başqa və indi bir çoxları əmindir ki, o dəlidir. İndi düşünürsünüz ki, ətdə uyğun gələ bilər axı. Yaxşı, əndə uyğun gəlməsini deyirsinizsə, yet, but, and bu cümlələrin üçündə saxlayırıq. Onda üçüncü hissə bizə ipucu verəcəkdir. O dəlidir və ya indeed, həqiqətən də his mental health started to decline. Onun əqli sağlamlığı getdikcə dayda pisləşir. To whom ifadəsi uyğunluq təşkil edə bilməyəcəkdir. Way məkan ifadə edən də bir şey yoxdur. Onda E variantı. Və onun əqli sağlamlığı və həqiqətən də onun əqli sağlamlığı bir çöküş yaşayır, getdikcə pisləşir. O zaman birincidə why.
Van Gogh never explained why he injured himself, but by now many were convinced that he was crazy and in need his mental health started to decline. İ variantı bəli, uyğun gəlir. 3'e gəldikdə isə cümlə verilibdir və biz bu cümlənin yəni ən yaxın məna hansıdır? Bu cümləyə uyğun olan ən yaxın mənalı cümlə hansıdır? Bunu müəyyənləşdirəcəyik. Working on my pictures is almost a necessity for my recovery. Deməli, şəkillər üzərində işləmək mənim sağlamlığım üçün, sağalmağım üçün zərurətdir. Yəni bir ehtiyacdır. O zaman şəkillərin üzərində işləmək mənim sağalmağım üçün, mənim sağlamlığım üçün demək olar ki, bir zərurətdir, ehtiyacdır. Baxaq. Yəni sağalmaq istəyirəmsə, o zaman şəkil çəkməliyəm. I need to paint in order to heal myself. Özümü sağaltmaq istəyirəmsə, sağalmaq istəyirəmsə şəkil çəkməliyəm. In order to məqsəddir. Heal sözü özümü müalicə etmək, sağaltmaq ola bilər. Need to'daki needs to must'a bərabərdir. O zaman A variantı doğrudur. I need to get better so that I can paint again. Deməli, burada nə deyəcəkdim? I can paint again. Bu tərəfdən tərcüməyə başlayacağıq. Yenidən şəkil çəkməyim üçün I need to get better. Mən daha da yaxşı olmalıyam. Xeyr, yenidən şəkil çəkməyim üçün yox. Əksinə, şəkil çəkmək məni yaxşı eləyəcəkdir. Bir variantını atırıq. I will improve only if I stop painting. Şəkil çəkməyə dayandırsam, mən daha da yaxşılaşacağam. Əksinə, şəkil çəkmək məni yaxşılaşdırmış olur. O zaman bunu da atacağıq. D variantı after deyir. I will paint only after I feel better. Yaxşı olduqdan sonra şəkil çəkəcəyəm. Öncəlik, sonralıq yox idi. İ variantına gəldikdə isə I need to paint so as to gain fame. Şan şöhrət qazanmaq üçün gərək ki, şəkil çəkim. So as to məqsəd ifadə edir. In order to do, so as to do, sadəcə to do. Bəli, bunlar məqsəd ifadə edir. Amma ki, sadə cümlədə, yəni sözün olduğu üçün sadə cümlədə məqsəd ifadə edəcəkdir. Amma ki, ana cümlədə nə deyir? Şəkil çəkmək məni sağaldacaqdır. İ variantı isə deyir ki, şan şöhrət arxasıca gedim, şan şöhrət qazanım deyə şəkil çəkməliyəm. Təbii ki, bu da yanlışdır. 4-də isə wish clause-ların hansı yanlış istifadə olunub buna diqqət yetirəcəyik. Deməli, I wish-li ifadələrdə necə idi? I wish özündən sonra mübdada götürüb past simple da götürə bilər, past perfect də götürə bilər. Past simple götürəndə ötürdüyü məna indiyə aiddir. Past perfect götürəndə isə ötürdüyü məna keçmişə aiddir. Məsələn, A variantında he wishes wishli cümlə gəlir. Baxaq görək digər tərəfdə nə deyir? The art school would offer more courses. Kaş ki, bu incəsənət məktəbləri daha çox kurslar təklif etsə. Baxın, hər iki tərəfin mübtadası fərqli olduğuna görə, burada he, burada art school deyir. Hər iki tərəfin mübtadası olduğuna görə biz would-dan istifadə etmişik. Sadəcə bir arzumuzu, bir təklifimizi ifadə edir. Qeyri-real cümlədir və pas yazılsa da ötürdüyü məna indidir. Halbuki cari vəziyyət ifadə edir. Yəni, kaş ki, həmin kurslar, incəsənət məktəbləri bir çox kurslar təklif etsə, bu rəsm texnikaları ilə bağlı. Doğrudurmu? Bəli, doğrudur. Problemimiz yoxdur. Bir variantında people wish Vincent van Gogh hadn't committed suicide at such an early age. İnsanlar deyir ki, arzulayırlar ki, kaş ki, Van Gogh belə erkən yaşda cinayət, yəni özünə canına qəsd etməsəydi. İndi baxın. Bu hadisə olub keçib düzdür. Keçmişlə bağlı bir təəssüf hissini ifadə edən zaman biz wishdən sonra past perfect istifadə edirik. Past perfect yazılsa da ötürdüyü məna keçmiş zamana aiddir. Kaş ki canını qəsd etməsəydi, niyə etdi? Məsələn, sadəcə committed desək, məsələn, hədim buradan silirəm. Committed desək, ötürdüyü məna indiyə aiddir. Kaş ki canına qəsd etməsə, past yazılsa belə ötürdüyü məna indiyə aiddir. Past subjunctive moddur. Amma past perfect qoyanda ötürdüyü məna keçmişə aiddir. Olub keçib və indi təəssüflənir. Bu da olacaqdır past perfect subjunctive mod. Doğrudurmu?
Bəli, doğrudur. C variantına gəldikdə I wish I visited the Van Gogh Museum when I was. Baxın, cümlə keçmiş zamandadır. Kaş deyir ki, Amsterdamda olanda keçən il mən onun muzeyinə getsəydim. Cümlədə keçmiş zamanın zaman zərfləri varsa, o zaman biz I wish-dən sonra past perfect istifadə edəcəyik. Ötürdüyü məna isə keçmiş sayda zamana aiddir. Bir daha deyirik. I wish-dən sonra past simple da gələ bilər, past perfect də gələ bilər. Past simple gələndə ötürdüyü məna indiyə və ya gələcəyə aid ola bilər. Bu zaman indi və ya gələcək zamanın zaman zərfləri istifadə olunur. Amma biz I wish-dən sonra past perfect qoysaq, bu hadisə keçmişə aiddir. Keçmişdə qaçırılan o fürsətləri ifadə edir. Bu zaman isə keçmiş sadə zamanın zaman zərflərindən istifadə edəcəyik. Yəni burada I had visited ifadəsi olmalı idi. Ona görə C variantımız, 4-də C variantımız yanlışdır. D-də we wish we saw the starry night. Kaş ki biz ulduzlu gecə during our trip to the art gallery ulduzlu gecə əsərini görə bilsək. Baxın, galeriyaya səyahət zamanı. Bu hadisə hələ olmayıb ki, yox, olacaqdır. O zaman indi və gələcəyə aid olan hadisələrdə biz wish-dən sonra nə götürürdük? Past simple ötürdüyü məna indi və gələcəyə aiddir. Doğrudurmu? Doğrudur. Aha, E variantına gəldikdə she wished she had studied art history. Kaş ki o kollecdə olanda daha çox oxuyardı. Daha çox, deməli artıq bitiribdi. Geri qayıdıb oxumaq kimi bir şansı yoxdur. Keçmişlə bağlı bir cümlədir. Ona görə past perfect-dən istifadə etdik. Bu da doğrudur. Davam edirik dialoqumuzla. Dialoqu düzdür oxuyan zaman ümumi nəzər yetirməliyik. Amma ən çox ikinci cümlə və yaxud da ki, üçüncü cümlə bizə ipucu verir ki, söhbət nədən gedir. Birincidə what happened, nə olub, nə baş veribdir. Və sonraki hissəyə baxıram. Seriously, ciddi deyirsən, the old car is always causing problems. Elə köhnə maşınlar həmişə problem yaradır da. Deməli, maşınla bağlı bir şeydir. Və qarşılığında da deyir ki, məncə daha yeni maşın almağın zamanıdır. Deməli, köhnə maşını var, bu maşına nəsə baş veribdir, nəsə olubdur və Mike da deyir ki, artıq daha yeni maşın almalıyam. Nə ola bilər? Maşınla bağlı bir ifadə lazımdır. A variantı, haven't you bought that recently? Sən onu son zamanlarda almısan? Axı köhnə maşındır. Necə deyək son zamanlarda alıb? B variantı, the engine wouldn't start. Mühərrik işə düşmür. Ciddi deyirsən? Elə köhnə maşınlar həmişə problem yaradır da. B variantı doğrudur. C variantı, if it doesn't work again tomorrow, I'll buy a new one. Əgər sabah da işləməsə, o zaman yeni birini alacağım. Zaten digər hissədə yeni birini alacağını deyib. Bir də deməyə ehtiyac yoxdur. E variantı ümumiyyətlə iclaslardan danışır. E variantı da, did you try to take it to be fixed? Seriously, təmin etməkdən danışırsa, nə deyim ki? Did you try to take it to be fixed? Sən onu düzəltməyə çalışdın mı? Düzəltdirməyə çalışmısan mı? Ciddi deyirsən, qarşılığında deyir. Elə köhnə maşın həmişə problem yaradır. Əlbəttə ki, E variantı da deyil. Doğru variantımız B variantı olacaqdır. 6-ya diqqət yetirdikdə isə məntiqi ardıcılığı tamamlayacağıq. It was at this time that Van Gogh either borrow or stole a gun. Həmin dövrdə Van Gogh ya silah borc alır və yaxud da ki, onu uğurlayır. On the afternoon of July 27th, 1890, he went out to the country and shot himself in the stomach. Deməli, iyulun 27-si gün ortası 1890-cı ildə deməli, o kəndə gedərək özünə qəsd edir. Mədəsindən vuraraq özünə, mədəsindən ateş açaraq özünə canına qəsd etmiş olur. 2 days later, 2 gün sonra isə 37 yaşında həyatını itirir. Və onun həyatını itirməsinə səbəb nə idi? Maliyyə problemləri mi, mental xəstəliyi mi, yoxsa loneliness, yalnızlığı mı? Buna səbəb nə idi? Biz ən sonuncu hissəyə diqqət yetirəcəyik. Yəni, bu son hissə bizə ipucu verir ki, yəni bu boşluqda nədən söhbət getdiyini müəyyənləşdirək. Həyatını itiribdir, amma buna nə səbəb olubdur? Maliyyə, yalnızlıq, yoxsa mental xəstəlik.
A variantı deyir ki, whatever his condition, Van Gogh's illness both inhibited and inspired his creativity. Deyir, vəziyyəti necə olur olsun, nə olur olsun, onun xəstəliyi həm deyir onun yaradıcılığına inhibit nə idi? Məhdudlaşdırır. Həm də ki, onun yaradıcılığında bir ilham qaynağı oldu. Deməli, bunu necə deyə bilərəm? Uyğunlaşarmı? Burada yaradıcılıqdan danışır. Nə əlaqə? B variantı, the question like so many others in Van Gogh's life remains unanswered. Deməli, onun həyatı ilə bağlı olan suallar cavabsız qalmış oldu. O həyatına qəsd etdi, nəticə etibarilə də həmin o bir çox suallar cavabsız qaldı. Bu nəsə uyğunluq təşkil edir də, yenə digər hissələrə diqqət etirsək, C variantı deyir ki, Van Gogh probably completed some of his best work while in the hospital. Xəstəxanada olanda ən yaxşı əsərlərinin bəzilərini tamamlamış olur, çox güman ki. Amma o artıq həyatını itirir. Bizə həyatını itirəndən sonraki proses lazımdır. D variantı isə həkimlər onun xəstəliyini müalicə etmədi. E variantında isə deyir ki, he was sent to a mental hospital. O əqli dispansera göndərildi. Əslində ola bilər ha, digər hamısı ola bilər. Niyə? Səhv? Səhv yoxdur. Sadəcə olaraq son hissə bu adam həyatını itirir. Ardıcıllıqla, məntiqi ardıcıllıqla getsək, bu adam həyatını itirir və həyatını itirdikdən sonra nə baş verir? O bizə lazımdır. O da təbii ki, B variantında olacaqdır. Yəni onun həyatla bağlı olan sual. Bu sual, hansı sual? Onun həyatına, onun ölümünə nə səbəb oldu? Maliyyə mi, əqli sağlamlıqmı və əqli xəstəlikmi, yoxsa yalnızlıqmı? Bax, bu sual artıq cavabsız qalmış oldu. B variantı tam uyğunlaşacaqdır. 7-yə gəldikdə məntiqi ardıcıllıqla pəsici davam etdirəcəyik. A variantında despite deyir. Cümləyə despite baxmayaraqla başlaya bilmirəm. Nəyə baxmayaraq? Əvvəlində bir ifadə olmalıdır. O zaman diqqət yetirsək, ilk öncə Charlie Chaplin'in, belə deyək də, Charlie Chaplin'in doğumundan danışa bilərik ki, aprel 16-sında anadan olmuşdur. Deməli, o zaman 2 ilə başlayaq və onun yaradıcılığı span over 7 decades, 70 ilə qədər davam etmişdir onun yaradıcılığı. Yaxşı, 2 ilə başlayan cümlələr varmı? Var. Daha sonra 2-dən sonra nə gəlirdi? 2, 3. Deməli, ona şöhrət gətirən isə The Trump, səssiz filmdə olan The Trump səhnəsi idi ki, hansı ki, he charmed audiences with a physical comedy. O, auditoriyanı fiziki necə deyək, hərəkətləri ilə heyran qoymuşdu, fiziki komediyaları ilə heyran qoymuşdu. 2, 3, əla. Daha sonra 5 ilə mi davam edəcəyik, 6 ilə mi davam edəcəyik? Və onun yaradıcılığı davam edir. Məsələn, 6 sadəcə olaraq qeyd edir ki, 6-da həmin onun filmlərində social political issue, deal with into social and political issue, siyasi və yaxud da deyək ki, iqtisadi məsələlərə toxunmuşdur, alqışlar qazanmışdır və ya mübahisələr doğulmuşdur və s. 6 bu nə deyir? Yaxşı, 5 bəs nə deyir? 5-də isə baxın, 3 nədir? Sadəcə fiziki komediyadır. Yəni, əldən, qoldan hərəkət edərək insanları güldürür. Daha sonra isə bir transisiya baş verir, keçid olur və o artıq danışmağa, səsli filmlərə keçir. Bu da ki, City Lights, Modern Times-dır. O zaman ilk öncə səssiz, daha sonra səsli. Məncə 5 uyğunluğu davam elətdirir. Daha sonra 6-ını deyə bilərik ki, bəli, Chaplin's films often deal with into social and political issues. Sosial və ya siyasi məsələlərə toxunur, əqlim alqış da qazanır və ya mübahisələr də səbəb olur. Daha sonra 6 olacaqdır, 1 və 4. Deməli, 1977-də ölməsinə baxmayaraq, özündən sonra bir miras iz buraxmışdır. 1. His works from early silent films to talkies
remain influential in the words of the entertainment. Onun əsərləri, yəni səssiz filmlərdən tutmuş səsli filmlərə qədər olan o əsərləri dünya sahəsində, dünyanın o əyləncə dünyasında öz təsirini qoruyub saxlayır. Daha sonra da 4 olacaq. O zaman D variantımız. 8-ə gəldikdə cümlələri məntiqi ardıcıllıqla quracağıq. Birincidə what a great industry to the entertainment Charlie Chaplin did favor. Təbii ki, burada did'i görəndə dərhal sual cümləsi, eləcə də what varsa sual cümləsi olacaqdır. O zaman birinci WH-li ifadə gələcək. What, arxasıca 7 did, Charlie Chaplin 3, favor əsas feil 4, to the entertainment industry B variantı. Charlie Chaplin bu əyləncə dünyasına necə təsir göstərmişdir? Necə bir faydası olmuşdur? B variantı uyğundur. 9-a gəldikdə after an oil nə deyə bilərik? Many seabirds are in the poor physical condition. Bir çox dəniz quşları yəni uça bilmirdi. Fiziki gücləri zəifləmişdi. Zəif fiziki vəziyyətdə idilər. After the oil spill, həmin o neftin dağılmasından sonra deyək də, neft sızmasından sonra dəniz quşlarının fiziki vəziyyəti zəifləmişdi. Zəif fiziki vəziyyətləri vardı. Zəif fiziki vəziyyətdə idilər. O zaman nə ifadəsi? Məsələn, habit vərdiş mənasını ifadə edəcək. Trait xüsusiyyət, quality keyfiyyət, exhaustion yorğunluq, tükənmə, spill isə dağılma, axma, tökülmə bu mənanı bildirir. D variantımız doğrudur. Like two peas in a pod, o həddindən artıq oxşar bir almanın nə deyirlər? Digər yarısı bu mənanı bildirir. O da hansı variantda özünü göstərəcəkdir? So similar, çox oxşar. Demək olar ki, eyni, çox oxşar İ variantı. 11-ə gəldikdə go out of hand kontrolun əldən çıxması, so I to I razılaşmaq, had butterflies in her stomach, heyecanlı, gərgin, narahat və s. The party when the neighbors called the police due to the loud music. Parti kontroldan çıxanda, daha doğrusu qonşu uca səsə görə həmin polisə müraciət edəndə polis çağıranda parti artıq nəzarətdən çıxmışdı. Got out of hand. 1A. Daha sonra 2. They saw eye to eye on the matter and agreed to proceed with the project together. Bəli, onlar bir məsələdə razılaşdılar. O zaman 2B, 1A, 2B. 3'e də olacaqdı C variantı. She had butterflies in her stomach as she stepped onto the stage. O səhnəyə addım atanda gərgin idi, həyəcanlı idi. 12'ye gəldikdə isə come up with yeni bir ideyalarla, həll yolları irəli sürmək. Məsələn, məncə 3 uyğun gələcəkdir bura, heç digərlərinə baxmadan. Sona came up with a great idea for the party. Parti üçün əla bir ideya ilə gəldi sona. 3 olacaqdır A variantı. Ən rahat yolu dərhal 3A olanları saxlayaq, digərlərini çıxaq ki, işimiz asanlaşsın. O da gəldi, artıq variant çıxdı. Deməli D variantı olacaqdı. O zaman bir də B variantı. Come apart, ayrılmaq, hissələr ayrılmaq, qırılmaq və s. My glasses came apart when they fall off the table. Fall off daha doğrusu keçmişi, indiki zamanı fall off. Yüksək bir yerdən düşəndə fall off deyəcəyik. Yox. Məsələn, getdiyim yerdə ayağım sürüşdü, yıxıldım. Düz bir səthdən düşəndə isə fall down ifadəsi olacaq. Bu doğrudur. Digər ifadəyə gəldikdə isə came down with, bu da come down with xəstəliyə tuturmaq. Məsələn, qripə yoluxdu. The flu, Z artiklının istifadə olunubdur. Doğru variantımız D variantı olacaqdır. 13 sinonimləri müəyyənləşdirəcəyik. Animated, lively, canlı, bəli sinonimdir. Untidy, səliqəsiz, neat, təmiz, səliqəli. Deməli, bu antonimdir. Bizə sinonim lazımdır. Animated, lively sinonim, 2 yox, 2-ni dərhal variantlardan atırıq. Poisoned, zəhərli,
Safe təhlükəsiz, bu da antonimdir. 3-ləri də atacağıq. Modest, humble, sadə, təvazökar. Painstaking, əziyyət çəkən, zəhmətkeş mənasını bildirəcək də, düzdür. Negligent ifadəsi isə saymaz yana, saymayan, göz ardı edən və s. səhlənkar mənanı ifadə edir. 15-ə gəldikdə yenə altından xətt çəkən sözlərin ekvivalentini tapırıq. Exhausted, yorğun, əldən düşmüş. Tired, yorğun, fatigued, yeni yorğun mənasını ifadə edəcəkdir. Daha sonra digər hissələrə gəldikdə chill out ifadəsi istirahət etmək, rahatlaşmaq, relaxed, calm, yenə calm sakit, relaxed istirahət etmək, rahatlaşmaq anlamını ifadə edir. Ona görə D, CD variantını çıxırıq. Reach çatmaq mənasını bildirir. Leave isə çıxıb getmək. A variantı da olmayacaqdır. Çatmağa get to ifadəsini götürə bilərik. O zaman doğru variantımız 14-də də B variantı. 15-də deməli məntiqi ardıcılığı tamamlayacağıq. Despite concerns about caffeine, the general opinion in the scientific community is that kafeinlə bağlı narahatçılığa baxmayaraq, ictimaiyyətin ümumi fikri ondan ibarətdir ki, yəni elm sahəsində çalışan o şəxslərin fikri ondan ibarətdir ki, baxın, despite varsa, despite-dən əvvəlki hisslər mənfidir. Narahatlıq var. Amma bu tərəfi müsbət götürməliyik biz. But kimi, though, although kimidir ki, hansı ki bir tərəf mənfi, bir tərəf müsbətdir. İndi biz müsbət cümlələr axtarırıq. A variantında doesn't function deyirsə, dərhal bunu atacağam. Deməli, B variantında affect person mood negatively, yenə mənfi bir cümlədir. Bunu da atacağam. Overweights, yenə mənfi bir söz var. Health, risk, sağlamlıqla bağlı olan təhlükələr, yenə mənfi ifadə var. Heç cümlənin tərcüməsinə keçmədən. Mənfi ifadələr olanlara çıxdım. D variantında dangerous, bəli, mənfidir. Amma qarşısına nədir? Gəlib not dangerous. Caffeine is not dangerous when consumed in moderation. Orta ölçüdə, yəni müəyyən bir səviyyədə, orta səviyyədə qəbul edilirsə, sağlam o qədər də təsiri, mənfi təsiri olmayacaqdır. C variantı, bəli, uyğunluğu gözləyir. Make contribution ifadəsi töhfə vermək anlamını ifadə edəcəkdir. Bunun da antonimi discourage, ruhdan salmaq. Antonimi. Encourage, cəsarətləndirmək, donate, iyanə etmək, assist, kömək etmək, promote, irəli çəkmək. Yalnız mənfi mənalı söz B variantında olacaqdır. 17. We consume caffeine. Consume özündən sonra to-lu fe'il gətirəcəkdir. Which later makes it impossible. Deməli, kafeindən söhbət gedir. Which kafein sözünə isnad edir. Tək olduğuna görə xəbərini təkdə götürəcəyik makes. Digər tərəfə gəldikdə it is impossible for us. Impossible for us. Adjective özündən sonra for gətirib, daha sonra obyekt əvəzliyi gətirirsə, ondan sonra biz to-lu fe'il götürürük. C variantı. 18-də sözləri genre, plot, süjet xətti, animated, həmin o cizgi filmi, onu ifadə edəcəkdir, animasiya, critic-də tənqidçi. Məsələn, critic sözünə, burada elə C variantına baxsaq, someone who evaluates and provides opinions of creative works. Yaradıcı işləri dəyərləndirən, onunla bağlı müxtəlif fikirlər irəli sürən, 4-də olacaq da C variantı. Hansı variantda 4-də C-dirsə, onu saxlayaq, digərlərini ataq. Janr nə olacaqdır? A category or style of art, incəsənətin bir kateqoriyası və yaxud da ki, bir tərzidir ki, hansı ki, mövzusuna, xüsusiyyətinə görə fərqlənir. B variantı, 1B, 4C. Variantımız çıxdı deyəsən, E variantı. Animated olacaqdır, E variantı. Vizual görüntülərdən danışır, canlı kimi göstərilir və s. Plotdakı süjet xəttidir, 2-yə də verəcəyik A. The sequence of the events that make up a story. Hər hadisələrin ardıcıllığıdır ki, hansı ki, hekayələr yaradırlar. 18-də doğru variantımız hansı variant oldu? E variantı.
19'a gəldikdə isə over the small mistakes everyone makes them from time to time. Səhvlərinə görə nə deyir? Səhvlərinə görə təbii ki, özünü tənqid etmə. Don't beat yourself up. Hər kəs zaman zaman həmin səhvləri edə bilər. A variantı olacaqdır. Hang in there, təslim olma, davam elə. See eye to eye, razılaşmaq mənasını ifadə edəcəkdir. Don't get on anyone's nerves, kimsə əsəbləşdirmə. İ variantına gəldikdə get your act together, işlərini nizamlı şəkildə görmək, işini həyatını düzgün planlaşdırmaq bu mənanı ifadə edir. 20-də deməli, mübtəda xəbərin düzgün uzlaşmasına diqqət yetirəcəyik. Thread and needle, iynə sap. İynə sap ikisi bir vahid kimi qəbul edilir və burada da artiklı verib, a crucial pairing. Ona görə xəbəri iz verməliyik. A variantını atdıq. Thread and needle are essential tools. Baxın, amma bu tərəfdə, bu hissədə vacib alətlərdir. Deməli, artıq hər biri ayrı-ayrılıqda götürülübdür. Ona görə xəbər cəmdə verib, B variantımız doğrudur. C variantında the tailor sözündən əvvələ baxıram. Tailors cəm, xəbərim takes, take. E variantında each tailor has his own unique style. Digər tərəfə gəldikdə hər bir dərzinin özünün unikal bir tərzi var. Super. Bu tərəfə gəldikdə all canlılara, yəni tailor, həmin o dərzlərə istinad edir. All canlıları ifadə edəndə xəbər cəmdə olmalı idi. Şey ifadəsini verəcəyik. E variantında significant technological advertisements cəmdir. Sözündən əvvələ baxırıq. Advertisement cəm olduğuna görə, advancement üzr istəyirəm. Advancements cəm olduğuna görə has deyil də have-lə davam etməliyik. O zaman B variantı. Və vasitəsizi vasitəliyə çevirəndə he said, could you explain the intricacies of the quantum physics? Quantum nəzəriyyəsinin həmin o intricacies nə deyək, bu incəliklərini izah edə bilərsənmi? Baş cümləmiz keçmişdir. Baş cümlə keçmişdirsə və could var. Could varsa zaten could olduğu kimi qalacaqdır. Və burada you-ya istinad edəcək başqa bir ifadə yoxdur. Yoxdursa, yəni kiməsə müraciət edib demir. Sadəcə olaraq ümumi bir fikir olaraq irəli sürür. O zaman you-nu aydan əvəzləyəcəyik biz. Halda ay varsa, ayı saxlayaq. Ya B, ya da ki C variantı olacaqdır. Və told nəqli cümlələrdə istifadə olunur və ya əmr cümlələrində əmr ifadə edən zaman istifadə olunur. O zaman told da deyə bilməyəcək, inquire ifadəsini verə bilərik. O soruşdu ki, mən ona həmin o kvantum nəzəriyyəsinin dərinliklərini, incəliklərini izah edə bilərəmmi? Inquire ifadəsi və ümumi sual cümləsi olduğuna görə biz bunu çevirən zaman whether-dan istifadə etdik. Digər bir birləşməyə gəldikdə 22-də by 2006 Dubai one of the largest ecological footprints in the world. Deməli, cümlə keçmiş zamandadır. Keçmiş zamanda olduğuna görə həzzi cümlədən atacağıq. Digər tərəfə gəldikdə now ifadəsi var. Now ifadəsi bizi indiki davam edici zamana aparır. İndiki davam edici zaman deyiriksə, o zaman has made, the makes də atırıq. Bir də ki, cümlədə tamamlığı var. Some big changes. Tamamlıq var deyə is being made məchula da ehtiyac yoxdur. O zaman birinci hissədə sadəcə had, ikinci hissədə is being ifadəsini istifadə edirik. İlmücdə isə deməli in 2018, China became the first country. Bunu demişdik dərslərimizdə. Dedik ki, qısalma cümlələrində əgər boşluqdan qabaq sıra sayları, üstünlük dərəcəsi, törəmələr varsa, bu zaman biz qısalmada nədən istifadə edəcəyik? Tuğlu birləşmələrdən. Məkçula ehtiyac yoxdur. Land and match, yəni ayın o qaranlıq sahilinə enən ilk ölkə Çin olmuşdur. To be landed deyil, aktivlə davam edəcək. To land. Digər tərəfə gəldikdə China Space Agency has been seen. Hissi qavrayış feilləri məhcula girəndə özlərindən sonra to'lu feil alacaqlar. İkinci tərəfə də to make. İ variantı.
24-də non-restrictive attributive clause axtarırsa, deməli, təsvir edici təyin budaq cümləsi bizə lazımdır. Yəni vergül olanlar. Baxaq görək hansı cümlələrdə bir vergül var. A variantında var, xeyr. B variantında yoxdur. C variantında deməli vergülü qoyubdur, amma əvvəlində yoxdur. Bir tərəfdə qoyub. D variantına gəldikdə isə headquarters where sağda da, solda da var. Cultivated sözünün sonunda da var. Hər iki tərəfdə sağda da, solda da budaq cümlə vergüldən ayrılırsa bu təsvir edici olacaqdır. O zaman D variantımız doğru variantdır. Digər sualımıza gəldikdə isə adverbün ardıcıllığını müəyyənləşdirəcəyik. Adverbün ardıcılığı necə idi? Birinci tərz hərəkət zərfi gəlirdi, manner. Daha sonra place, yer zərfi gələcək. Arxasıca time gələcəkdi, yer zərfi. Və daha sonra məqsəd zərfi gələcəkdi. Yəni, adverbü ardıcıllıqla quran zaman məqsəd gəlir. Məqsəddən sonra gələcəkdi place, daha sonra time, ən axırda isə deməli, məqsəd zərfi gələcək. Birinci tərzi hərəkət, arxasıca dedik ki, yer zərfi, place, time və məqsəd ən sonda. Baxaq görək, hansı ifadədə özünü göstərdi. She sang passionately, mənur olacaqdır. On the grand stage, böyük bir səhnədə. Bu oldu, please. Every night, hər axşam time olacaqdır. To captivate her audience's heart. Bu da həmin o auditoriyanın ürəyini fəth etmək üçün. Bu isə olacaqdır məqsəd. Bir daha deyirik. She sang passionately, tərz hərəkət, on the grand stage, place məqsəd, every night, hər axşam time olacaqdır və auditoriyanın qəlbini fəth etmək üçün deyiriksə, məqsəd var, ən sonunda da məqsəd gəlib, elə A variantımız doğru variantdır. Və ən maraqlı mövzulardan biri, ən sevdiyim mövzulardan biri inversiya bölməsi. İnversiya bölməsində necə idi? Only ifadələr, only if, only when, only after, only before. İnversiya harda olurdu? İnversiya onlylər olan tərəfdə deyil, digər tərəfdə, yəni baş cümlədə olurdu. Məsələn, A variantında only when hissəsini inversiya edib, E variantında da bu tamamilə yanlışdır. Digər cümlədə olacaqdır. C variantı da yenə o qəbildəndir. O zaman only when I filled my glass did I notice that it was broken doğrudur. Baxın bu hissədə sadəcə ikinci tərəfin baş cümləsinə verəcəkdir. Amma D variantında həm baş cümlədə veribdir, gördün nəyi stəkanın qırıq olduğunu, həm də digər tərəfdə də verib, xeyr, sadəcə baş cümlədə vermək kifayətdir deyə B variantımız doğrudur. 27-yə gəldikdə used to hansı cümlədə to be accustomed to mənasını ifadə edir. To be accustomed to adət etmək, vərdiş etmək deməkdir. Və biz used to-nun qarşısına to be used to get used to ifadələrini qoyduqda bu da adət etmək, vərdiş etmək mənasını ifadə edir. Deməli, biz cümlədə used to-nun qarşısında to-lu ifadələr axtaracağıq. To be used to get used to. Məsələn, A variantında görürəm ki, to get used to ifadəsi var. O zaman A variantı to be accustomed to ifadəsində doğruluq təşkil edir. Astronavtlar jet təyyarələrdə məşq edərdilər. Niyə? To get used to the feeling of the weightlessness. Həmin o çəkisizlik hissinə alışmaq üçün, vərdiş etmək üçün. Düppədüz. Bir variantına gəldikdə used to, təkcə used to-nun gəlməsi keçmişdə olan vərdişlərimizdən danışan zaman istifadə edirdik. Deyir ki, qara dərili insanlar dünyanın yəni müəyyən bir hissəsində yaşayan həmin o qara dərili insanlar dərini rəngini açmaq üçün produktlardan, məhsullardan istifadə edərlər. Yəni, qara dərili insanlar arasında dərinin rəngini açmaq üçün məhsullardan istifadə edilməsi texnikası hələ də məşhurdur. Yəni, bunu onlar keçmişdə istifadə ediblər. Hal-hazırda bu proses yoxdur. Used to, keçmiş vərdişlərimizdən danışanda istifadə olunur. Amma to be used to get used to, bu isə adət etmək, vərdiş etmək mənasını ifadə edir. C variantına baxırıq ki, can be used to ifadəsi var. Ola bilərmi? Cümlə mənasına baxsaq, deyir, itlər zərərlərini predict, proqnoz etmək üçün istifadə oluna bilər. İstifadə oluna bilər. Burada use sadəcə məchula keçibdir. Modallarla da məchula keçəndə modal be feili gələcək, əsas feil də PG formasında gəlməlidir. Cümlə düzgündür. Amma sadəcə olaraq to be used to get used to ifadəsini əksələtdirmir. D variantında are used to var.
Burada nə deyir? Some drone, bəzi dronlar şəkil çəkmək üçün və yaxud da ki, həmin o çatması qeyri-mümkün olan yerlərə çatmaq üçün istifadə olunur. Burada da used feilidir, sadəcə məhcula keçibdir. I variantına gəldikdə used to ifadəsi bu keçmiş vərdişlərimizdən danışanda istifadə olunurdumu? Bəli. Astronotlar used to be transported göndərilirdi hara? Beynəlxalq bu nə idi? International Space Station idi də. Beynəlxalq kosmik stansiyalara göndərilirdi NASA tərəfindən, NASA təyyarələr tərəfindən göndərilirdi. Burada da yeni keçmiş vərdişlərimizdən danışan zaman istifadə edilən bir ifadədir. O zaman doğru variantımız to be used to get used to ifadəsi idi. Hansı ki, o da to be accustomed to ifadəsinə sinonim oldu. 28-ə gəldikdə isə yanlış nida cümlələrini müəyyənləşdirəcəyik. What a surprising perception of the beauty Maya culture held. What gəlibdir? Surprising perception sayıla bilən də ola bilər, olmaya da. Adjective gəldiyinə görə article-dan vermişik və feil də held cümlə sonunda gəlib, doğrudur. What a unique symbolism long hair holds in the holy culture. Yenə unique deməli article sifət isim gəlibdir, feil də long hair cümlənin deyək ki, ismindən sonraya keçib, bu da doğrudur. What a fascinating journey the history of the beauty past. Yenə eyni qayda, what gəlib qeyri-müəyyən article, adjective gəlib, arxasıca isim gəlib, feil də cümlə sonunda gəlib. D variantı da yenə eyni qayda ilə davam edəcəkdir. Yanlış variantımız I variantı olacaqdır. Niyə? What'dan sonra qeyri-müəyyən article qoymuşuq, challenging adjective qoymuşuq, ismi qoymuşuq. Amma biz feili gətirib əvvələ keçirə bilmərik. Feil beauty standards very bu hissədə olmalıdır. Yəni, feilimiz əvvələ keçə bilməz. Nida cümlələri istər how ilə başlayan nida cümlələr olsun, istər what'la başlayan nida cümlələri olsun. Biz bu zaman feili cümlədə sonda qoymalıyıq. Məsələn, burada nə deyir? Necə də çətin bir nə deyək buna? Çətin bir hissdir. Nə? Mədəniyyətlər arasındakı gözəllik standartlarını fərqləndirmək nə qədər çətin bir işdir. Very sözü beauty standard sözündən sonra gəlməli idi deyə I variantımız 28-də yanlış variant olacaqdır. 29. 29-da törəmələr canlıları ifadə edərsə, onlara isnad edən əvəzliklər canlı olmalıdır. B variantında nobody, himself, everyone, herself, himself deyə bilmirəm. Onlara isnad edən sözlər deməli cəmdə olmalıdır. Ya adı, ya didi. Digər tərəfə gəldikdə isə içi verib de azorla davam edək. Yaxşı. Bəs bu tərəfdə what happened? Who happened? Kim baş verdi? Yox, nə baş verdi deyərik. O zaman A variantı. Nobody should blame themselves for what happened. Heç kim baş verənlərə görə gərək ki, özünü günahlandırmasın. A variantı doğru variant olacaq. Digər cümləyə gəldikdə isə transformasiya edəcəyik, mürəkkəbi sadəyə çevirəcəyik. Since the store was closed, I found the alternative which was online shopping. Mağaza bağlı olduğuna görə alternativ bir yol, yəni online shoppingi tapdım. Səbəb budaq cümləsidir, despite ataf, in case of bir halda ki, hər ehtimala qarşı anlamını bildirir, amma bizə səbəb lazımdır. Bir də cümləyə zamanla diqqət etirsək, was closed, found, keçmiş zamandadır, deməli keçmiş zaman lazımdır. A variantında have found indiki zaman, I variantında find indiki zaman. Əlimizdə nə qaldı? Sadəcə I variantı. Store mağaza bağlı olduğuna görə due to özündən sonra ismi birləşmələr gətiribdir. I found the alternative online shopping, bəli, D variantı uyğunlaşacaqdır. 31-ə gəldikdə isə deməli pasivə çevirəcək. For more than 1,000 years they have transported the goods along the Grand Canal. Deməli nə ilə davam edə bilərik? Cümləmiz hansı zamandadır? İndiki zamandadır. Və isnad etməyib ki, onlar deyirlər və s. Və həm də cümlədə məsələn o dedik ki, yoxdur. İsnad edən söz yoxdursa, onda hansı zamandırsa elə o zamanda götürəcəyəm. İndiki zamandırsa, indiki zamanla davam edəcəm. Had keçmişdi, were keçmişdi. C variantında ümumiyyətlə sadəcə transported deyir, to be yoxdur. D variantında ya da I variantı olacaqdır. Tamamlığa diqqət yetirək. They have transported goods. Goods mən tamamlığımdır. O zaman
They ifadəsidir də goods qabağa keçiciydi. For more than 1,000 years, goods have been transported along the Grand Canal. İ variantı doğrudur. 32-də problematic verb dediyimiz zaman hansı ki lie, lay ifadələridir. Deməli, lie, lay, layin ifadəsi uzanmaq mənasını bildirəcəkdir. Arxasıca desək ki, qoymaq lay, laid, laid ifadəsidir. Qoymaq. Yalan danışmaq ifadəsi necə olacaqdı? Onu da yadımıza salaq. Lie, lied, lied ifadəsi kiməsə yalan danışmaq. Daha sonra rise, rose, reason, qalxmaq. Rise, rose, reason. Özündən sonra tamamlıq almaz. Yəni bu feillərdən söhbət gedir problematic verb dediyimiz zaman. She didn't want to lie to her parents. Valideynlərinə yalan danışmaq istəmirdi. Lie həm uzanmaq mənasını bildirəcək, həm yalan danışmaq. Və özündən sonra yalan danışmaq anlamını ifadə edirsə, to alacaq. A variantı doğru. B variantında as the sun began to rise qaldırmaq deməkdir. Günəş qütbdə, daha doğrusu üfüqdən çıxmağa başlayanda bu olacaqdır. Rise ifadəsi 4 hərfli olacaqdır. 5 hərfli yox. Amma tamamlıq varsa, o pul toplamaq istəyirdi. Onda bəli, biz 5 hərfli ilə, raise ifadəsi ilə geri dönüş etməliyik. 5 hərfli qaydalıdır. D variantında she carefully lays the baby down in the crib. Beşiyinə ehmalca qoydu. And cover keçmiş zamanda daxil. Deməli, andın bu tərəfdə keçmiş olmalı idi. Lay'in keçmişi necə idi? Qoymaq feilin keçmişi necə idi? Laid. O zaman bu da yanlışdır. İ variantına gəldikdə isə find, found feili də problematic verb deyə bilərik. Məsələn, find tapmaqdır, keçmişi founddur. Saatlar axtardıqdan sonra she finally found her lost keys. O itmiş açarlarını tapdı. Tapmaq feilin keçmişi nə idi? Found. Bu da yanlışdır. Bəs yaxşı, found özü keçmişdə olmayıb, indiki zamanda hansı mənanı ifadə edir? Bu isə təsis etmək, əsasını qoymaq deməkdir. Found did isə bunun keçmişidir, qaydalıdır. Yəni burada tapmaq feilinin formasını qoyubdur. Daha doğrusu tapmaq deyirəm, təsis etmək, yaratmaq feilini qoyub. Amma bizə tapmaq feili lazımdır. O finddir. İndi gəlin burada bunu səliqəli şəkildə yazaq. Çaşdırıcı olmasın. Birincidə nə idi? Dedək ki, deməli birincidə lie, lied, lied. Bu yalan danışmaq mənasını ifadə edir. Daha sonra lie, lay, laid. Uzanmaq mənasını bildirəcəkdi. Lie, laid, laid. Qoymaq tamamlıq alır. Rise, rose, reason. Qalxmaq qaydasızdır və tamamlıq almayacaqdır. Amma raise, raised, raised qaldırmaq deməkdir. Özündən sonra tamamlıq alır. Digər bir feilimiz də find feili idi. Find, found, found. Tapmaq mənasını bildirir. Bir də var ki, found feili qaydalıdır. İdi ilə keçmişə keçəcəkdir. Founded bu isə əsasını qoymaq mənasını ifadə edəcəkdir. Doğru variantımız 32-də dedi ki, A variantı olur. 33. Oflu birləşmə var. Oflu birləşmənin əvvəli Z alacaqdır. The Great Wall of China. Birincidə Z. An iconic structure. Structure sözü sayılır deyə an article gələcəkdir. Digər tərəfə gəldikdə miles cəmdə heç bir şey ehtiyac yoxdur. China ölkə adlarının qarşısına cəhət adları gələrsə yenə heç bir şey olmayacaq. Bunda hansı oldu? B variantı. 34-də variantlara diqqət etirsək, enough adjective, enough'ın qaydası belə idi. Hot enough, enough sifətdən sonra gəlir. Enough sifətdən sonra gəlir. Gəlin burada baxaq. Deməli, enough'ın yeri, məsələn, easy enough, kifayət qədər asan. Enough gəldi sifətdən sonra.
Amma əgər cümlədə ism olacaqsa, o zaman enough keçə bilər əvvələ. Məsələn, mən deyə bilərəm enough easy tasks. Kifayət qədər asan tapşırıqlar. Burada enough'ın easy ilə heç bir əlaqəsi yoxdur. Enough aiddir. Enough aiddir sondakı ismə, task isminə aiddir. Və o da sayıldığına görə can formada gəldi. Yəni biz task sözünü təkcə qoya bilmərik. Çünki təkcə qoysaq enough'dan ya əvvəli ya da sonraya artikel qoymalıyıq. Enough'ın da belə xüsusiyyəti var ki, nə soluna, nə də sağına artikel götürmür. O zaman enough sifətdən əvvələ keçə bilərmi dedikləri zaman əlbəttə keçə bilər. Haçan isim varsa əvvələ keçə bilər. Yaxşı isim varsa, o zaman biz onu sifətdən sonra qoya bilmirik. Əlbəttə ki, qoya bilirik. Sifətdən sonra da qoya bilərəm. Sifətdən əvvəl də qoya bilərəm. Amma sifətdən sonra qoyanda easy enough tasks burada artıq enough ismə deyil də sifətə aiddir. Əvvəldə gələndə, cümlə başında gələndə ismə aid olur. Ortada gələndə sifətə aid olur. Bəs desək ki, yaxşı, enough başda olanda artikel olmurdu. Enough ortada olanda artikel verə bilərəmmi? Əlbəttə ki, verə bilərəm. An easy enough task. Kifayət qədər asan bir tapşırıq. Burada artıq enough ortadadır, artikeldən yaxınlığı yoxdur. Ona görə biz ismi təkdə də qoya bilərik, cəmdə də qoya bilərik. Amma cümlə başında gələndə həmin o sayıla bilən isim mütləq cəmlənəcəkdir. İndi siz deyə bilərsiniz ki, sayılmayan isim olmaz enough başda gələndə. Əlbəttə ki, sayılmayan isim də ola bilər. Məsələn, nə deyim? Enough hot water. Kifayət qədər isti su. Deyə bilərəm, cümlə başında gəldi, enough. Water-da oldu kimi qaldı. Sadəcə sayılan isim cəmlənməlidir. Amma təbii ki, sayılmayan isim də olar. Burada da ki, enough hotdan sonraya keçəcəkdir. Ona görə bunu ataq getsin. Amma to'nun qaydası belədir ki, to özündən sonra adjective gətirəcəkdir, əsas feildə to'lu gəlməlidir. Onda B doğru çıxır da. Buradan belə nəticəyə gəldik ki, B doğrudur. C-də to, so hot, too hot, so hot yenə qabaqda gələcəkdir. D-də deməli, saç özündən sonra adjective gətirə bilmir. Adjective varsa mütləq isim də olmalıdır. Doğru variantımız B variantı. 35. Burada isə sayıları göstəribdir. Thousand sözü əgər of qəbul edibsə, sonunda s gəlib, sonra of qəbul edibsə, bu deməkdir ki, say isimləşib. Say isimləşdiyi təqdirdə ofdan sonra z-yə ehtiyac yoxdur. Və say isimləşdiyi təqdirdə qarşısında qətiyyən miqdar sayıları gəlməz. Nə gələ bilər? Few, a few, many, several qoya bilərəm, amma miqdar sayıları olmayacaqdır. B variantına gəldikdə some, thousand, soka, academy, baxın. İki isim yanaşı gələndə təyin edici ikinci ismə aiddir. Akademi sözü cəmlənməli idi. Təsəvvürdə. C variantına gəldikdə 2000 of say kimi qalıb, düzdür? Say kimi qalıbsa ofdan sonra z artırırıq. O zaman z-ni verməliyik ki, biz birincidəki kimi olsun, say isimləşsin. Say isimləşəndə ofdan sonra z-yə ehtiyac yoxdur. Amma say kimi qalıbsa, o zaman bəli biz ofdan sonra z artiklini istifadə edəcəyik. D variantı da tamamilə yanlışdır. Niyə? Həm sayı isimləşdiribdir. İsimləşdirdiklə bərabər ofdan sonra z-ni də qoyub. İsimləşəndə ofdan sonra z-yə ehtiyac yoxdur. İsimləşəndə qabağında miqdar sayı gəlməz. O zaman bir dənə I variantı doğrudur. Say isimləşib, təkcə of qoymuşuq, ofdan sonra heç bir təyin edici yoxdur. 36-ya gəldikdə, hansı cümlədən omit olunmalıdır, atılmalıdır cümlədən? She has neither visited New York nor traveled Los Angeles. Bir ehtiyac yoxdur da burada. Nə New York'a, nə də Los Angeles'a getdi. O 37-də modalar düzgün müəyyənləşdirici. How long have you been staying in this town? Nə qədər müddətdir ki, sən bu şəhərdə qalırsan? I have been living here for a few years. Bir neçə ildir ki, buradayım. In that case, o zaman you, baxın cümlə indiki zamandadır. Cümlə indiki zamandadırsa, should, could, have been, have known, yəni should'dan, could'dan, eləcə də digər modallardan sonra have plus past participle quruluşunu, konstruksiyasını atmalıyıq. Çünki should'dan, could'dan sonra have gəlib, P2 gəlirsə, bu deməkdir ki, bu keçmişə aiddir. Atırıq. Cümləm indiki zamandadır, have to-nu da atıram. Ya A-dır, ya D variantıdır.
O zaman deyir ki, mən burada bir neçə il qalıram. Deduction nəticəyə gələcək. In that case, you must know the vicinity quite well. O zaman sən bu ərazini yaxşı tanımış olmalısan. Doğru variantımız A variantı. Deduction'dır, amma indiki zamanda. Hal-hazırki vəziyyətdə bir situasiyadan 100% əmin olduğumuz zaman istifadə edirik. 38-ə gəldikdə March 1880. Deməli, aylar. Ayların, illərin qarşısında biz nədən istifadə edəcəyik? In sözünündən. O zaman indən, ikincidə 27 yaşı olmamışdan qabaq something changed inside Van Gogh. Van Gogh'un daxilində sanki nəysə bir şey dəyişmiş oldu. Yəni 1880-ci ilin martında 27-ci yaş günündən qabaq nəsə bir şey dəyişildi. D variantı uyğun gəlirdi. 39-a gəldikdə cümləni düzgün formada tamamlayacağıq. Diqqət yetirsək, I asked him that cümlədə ask, wonder, tell kimi ifadələr varsa, want to know ifadəsi varsa, orada zət istifadə olunmayacaqdır. Daha sonra I asked him if olan yerdə deməli if olan yerdə to-lu feillərə ehtiyac yoxdur. C-ni ataq. D variantında baş cümləm asked keçmişdirsə, he has finished indiki zaman deyə bilməyəcəyəm. Ya idi, ya bidi. Asklı cümlələrdə ümumi sual cümləsinin çevrilməsidir. Ya if-dən, ya da whether-də istifadə edirik. I variantında da heç biri yoxdur. Bir dənə əlimizdə qalır B variantı. I asked him whether he'd finished his assignment before the deadline. Mən ondan soruşdum ki, o vaxtından əvvəl həmin tapşırıqlarını bitirə bilibmi? Mi, mu kimi dilimizə tərcümə olunacaqdır. 40-a gəldikdə isə sadə cümlə verilir bizə və biz bu cümləni çevirəcəyik mürəkkəbə. Iceland is known for its clear air. This is due to its use of geothermal energy. Fossil fuels like oil and gas are used very little. Cümləyə diqqət yetirsək, due to ifadəsi var, səbəb bildirir. Biz bunu mürəkkəb cümləyə çevirəndə bizə lazım olacaqdır səbəb bağlayıcıları. Ümumi cümlələri tərcümə etməmişdən qabaq gəlin bir nəzər yetirək. Iceland is known for its clear air because of sözünüdür. Mürəkkəb cümlə yarada bilməz. Iceland is known for its clear air mürəkkəb cümlədir. However deyir, amma ancaq lakin. Amma ana cümlədə ziddiyyət yox idi, axı səbəb var idi. C variantında Iceland is known for its clear air because it uses geothermal energy, resulting in minimal reliance on fossil fuels like oil and gas. C variantı doğrudur. D variantına gəldikdə despite verib ziddiyyət yoxdur. E variantına gəldikdə owing to ifadəsi görək üçün mənasını bildirir və səbəb olsa da sadəcə söz önüdür. Mürəkkəb cümlədə istifadə olunmur. Sadə cümlə yaratmış olur. Uzun bir cümlə kimi görünsə də, mürəkkəb cümlə quruluşu kimi görünsə də, əslində dərinə enəndə sadə cümlədir. Bu qədər. Sonuncuda da düzgün variantımız C variantı oldu. Sağ olun, salamat qalın.